Salam dəyərli izləyicilər, hər birinizi xoş gördük. Genlərin qarşılıqlı təsiri cinsiyyətin genetikası mövzusu üzrə testimizə qaldığımız yerdən davam edirik. 35-ci testə baxaq. Məməli heyvanın diploid hüceyrəsinin nüvəsində 24 xromosom sayılmışdır. Həmin növün erkək fərdlərinin qametinin xromosom yığımı normal halda aşağıdakılardan hansı ola bilər? Deməli, məməli heyvanın diploid hüceyrəsinin nüvəsində, yəni bunun 2N-i bərabərdir 24-ə. Onda eni nəyə bərabər olacaq? Eni bərabər olacaq, deməli, 12-yə. Eni də 12-yə bərabər olmuş olacaq. Belə olan halda, onda bizə nə deyir? Deyir, qametindəki xromosom yığımı. Baxın, N bərabərdir 12 və məməli heyvan da erkək fərd olduğuna görə, deməli, bunun eni belə yazacağım. N bərabərdir 11 üstəgələk X və yaxud da ki, N bərabərdir 11 üstəgələk Y. Bilirik ki, erkəklərdə xromosom dəsti, yəni cinsiyyət xromosomu X, Y-dir. Ona görə də bu qametində autosomların sayı dəyişmir, amma cinsiyyət xromosomları müxtəlif ola bilər. Ona görə də 35-də uyğun gələn cavabımız olacaq C variantı. 36-ya baxaq. Spermatozoidində 23 xromosomu olan insanın sayı əzələ lifinin xromosom dəsti aşağıdakılardan hansıdır? İndi spermatozoidini verib bizə. Yəni deyir ki, eni bərabərdir 23-ə. N 23-dürsə, onda bunun 2 eni neçə olar? Yəni 2 qatı 23-ü 2-yə vururam. Bu da eləyir 46. Bu 46-dan bilirik ki, 44 dənəsi həmişə autosomdur, 2 dənəsi isə cinsidir. İndi baxın, spermatozoid dediyinə görə mən cinsiləri X və Y formasında yazıram. Yəni 44 üstəgələk XY. Düzgün cavabımız olacaq C variantı. 37-yə baxaq. Drozofil milçəyində maksimum neçə cüt əlamətə görə genlərin sərbəst paylanması mümkündür? Baxın, drozofil milçəyində bilirik ki, xromosom dəsti neçəyə bərabərdir? 8-ə. Təbiidir ki, xromosom dəsti neçədirsə, biz onun yarısını götürüb deyirik ki, bu əlamətlərə görə, yəni məsələn, bunun yarısı 4-dür, elə deyil. Deməli, 4 cüt əlamətə görə bunların genlərinin sərbəst paylanması mümkündür. Niyə? Çünki qametdə N bərabərdir 4. Bu 4 dənəsini qametdə verəcək. Ona görə də 4 dənəsində genlərin sərbəst paylanması mümkün olacaq. 37-də düzgün cavabımız olacaq B variantı. 38-ə baxaq. Down sindromlu qız doğulmuşdursa, mayalanma zamanı qametlərdə xromosomların kombinasiyası necə olmuşdur? Down sindromu bilirik ki, meyoz bölünmə zamanı autosom xromosomlarda yəni yaranan xromosomun artıqlığıdır. Və bu zaman xromosom dəsti 2-nin bərabər olur 47. Və burada 47, yəni autosomun miqdarı artır, amma cinsiyyət olduğu kimi qalır. Burada da bizə qız dediyinə görə mən bura 45XX yazıram. İndi bu 45X almaq üçün xromosomlardan, yəni qametlərin xromosomlarının biri 23X olmalıdır, digəri isə olmalıdır 22X. Çünki qızdır, XX olmağını bilirəm. Ona görə də X-ləri yazdım və autosom olaraq isə bilirik ki, normalımız 22-dir. Bir dənəsi artıq olduğuna görə birinə 22, birinə isə 23 yazdım. Bu da uyğun gələcək, deməli, C variantına. Sonra keçək 39-a. Deyir, Down sindromlu oğlan uşağı doğulmuşdursa, mayalanma zamanı qametlərdə xromosomların kombinasiyası necə olmuşdur? Artıq oğlan doğulubdur, deyir. Yəni, burada 2N bərabər 47, 45 üstəgələ X, yəni 45 üstəgələ XY olacaq. Çünki xromosom dəsti Down-da neçə idi? 47 idi. Bunun da 2 cinsi həmişə yerində qalır. Çünki Down sindromu dedik ki, autosom xromosomlarda baş verirdi. Ona görə də 45 üstəgələ XY. İndi baxın, bu ola bilər ki, belə olsun. 23 üstəgələ X, 22 üstəgələ Y və yaxud da ki, yerləri dəyişik də ola bilər. Yəni, burada 23 Y, 22 X. Bunlardan hansısa biri dəyişik də olsa, yəni ola bilər. Ona görə də 39-da düzgün cavabımız olacaq A variantı, yəni 1 və 4. 40-a baxaq. Deyir, ada dovşanın diploid xromosom sayı 44-dür. Normal ada dovşanının doğulması, dişi ada dovşanının doğulması üçün, deməli, diploid xromosom dəsti 2N-in bərabərdirsə 44-də, onda bunda N nəyə bərabərdir? 22-yə. Dişi ada dovşanı dediyinə görə, deməli, onda xromosom dəsti necə olmalıdır? Baxın, burada 21 üstəgələ X. Yəni, cinsi ilə autosoma ayırdım, fikir verirsinizsə burada. Deməli, yeni doğulacaq dovşanın cinsiyyəti də dişi olduğuna görə, onda 21 üstəgələ X, 21 üstəgələ X ki, bunlar dişi dovşan ola bilsinlər. Deməli, həm erkək, həm də dişi 21 üstəgələ X olmalıdır. Deməli, düzgün cavabımız oldu D variantı. 41-ə baxaq.
Deyir ki, boz və qara ada dovşanlarının çarpazlaşmasından boz ada dovşanlarının doğulma ehtimalı necədir? Tükün rəngi 2 qeyri-allergenlə müəyyən olunur. Deməli, əvvəlcə bunları çarpazlaşdıraq. İndi bir tərəfdən mən birinci qeyd edeyim ki, burada, yəni hansı genlər yanaşı duranda hansı rəng alınacaq. Böyük C, böyük A bilirik ki, boz rəng olacaq dovşanlar. Böyük C, kiçik A'dırsa, onda burada qara rəngli. Kiçik C, kiçik A, kiçik C, böyük A'dırsa, bu ikisi isə olacaq ağ rəngli dovşanlar. İndi bizə testdə nə deyirdi? Deyir, boz və qara ada dovşanlarını çarpazlaşdırdıqda, yəni bunları çarpazlaşdırdıqda, birinci bizə hansı qametləri verəcək? Böyük C, böyük A, böyük C, kiçik A, kiçik C, böyük A, kiçik C, kiçik A. Aha, bu qametləri verdi birinci. İndi ikincinin qametlərini yazaq. İkinci bizə hansı qametləri verəcək? Aha. İkincinin də qametini yazaq. Böyük C. İkinci bizə verəcək. Böyük C, kiçik A. Kiçik C, kiçik A. Yazaq, kiçik A. Qametlərini verəcək. İndi baxaq. Böyük C, böyük C. Böyük A, kiçik A. Bu olacaq. Rəng olaraq, baxın, böyük C, böyük A yanaşı duranda olurdu boz. Buraya yazaq boz. Böyük C, böyük C, kiçik A, kiçik A. Böyük C, kiçik A oldu qara. Sonra böyük C, kiçik C, böyük A, kiçik A, bu oldu boz. Böyük C, kiçik C, kiçik A, kiçik A. Bu da oldu yenə qara. Ən sondakına baxaq. Deməli, böyük C, kiçik C, böyük A, kiçik A. Bu oldu boz. Bu olsun böyük C, kiçik C, kiçik A, kiçik A. Bu olsun qara. Burada yazaq böyük C, yox, kiçik C, kiçik C, üzrlü sayın, böyük A, kiçik A. Bu da olacaq demək, baxın, bunlar kiçik C-dir. Burasını düzəldək. Baxın, burada yazılanlar, buranı oxla göstərim ki, burada yazılanlar kiçik C, kiçik C, böyük A, kiçik A-dır. Burada biraz C-yi böyük yazdığım üçün səhv oxudum orada. Deməli, dedik ki, kiçik C, kiçik A, kiçik C, böyük A yanaşı dursalar, onda burada ağ rəngli dovşan alınır. İndi bu tərəfi yazaq, kiçik C, kiçik C, kiçik A, kiçik A. Yenə də ağ rəngli dovşanlar alınmış olacaq. Deməli, bizdə neçə fenotip olaraq neçə rəngdə dovşan alındı? Boz, qara və ağ rəngli dovşanlar alınmış oldu. İndi testdə bizə nə deyirdi? Deyirdi ki, boz ada dovşanlarının doğulma ehtimalı neçədir? Deməli, burada ümumilikdə neçə dənə biz kombinasiya aldıq? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. 8 dənə kombinasiya aldıq. Bu 8 dənədən neçəsi boz oldu? Baxın, 1, 2, bu da 3. Deməli, 3 dənəsi boz oldu. Ona görə belə yazırıq ki, 8-də 3-ü boz rəngli olacaq. 41-də düzgün cavabımız olacaq Y variantı. 42-yə baxaq. Diheterozigot boz ada dovşanlarının ağ homozigot resessiv ada dovşanları ilə çarpazlaşmasından alınan nəslin neçə faizini qara ada dovşanları təşkil edər? Mən bunun çarpazlaşmasını, yəni çəkiliş olmadan yazdım ki, çox vaxtımız getməsin. Deməli, onsuz da burada bizə mötərizənin içərisində bunların genotiplərini veribdir. Mən genotiplərini yazdım. Bir anda yenə bundan əvvəlki testimizdə yazdığım kimi boz, qara və ağ rənglə genotipləri necə olacaq onları yazdım. Və indi kombinasiyasını qurdum. Yəni birinci tərəf mənə 4 dənə qamet verirdi, ikinci tərəf isə 2 dənə qamet verdi. Bircə dənə qamet verdi. Yəni kiçik isə kiçik A qametini verdi. Bunları bir-birlə çarpazlaşdırsam, gəlin baxaq görək hansı rəngdə dovşanlar alınacaq. Deməli, böyük C burada olacaq. Böyük C, kiçik C, böyük A, kiçik A. Deməli, böyük C ilə böyük A bir yerdə olanda dedik ki, hansı rəng alınır? Bax, buradan da göründüyü kimi, deməli, boz rəng alınır. Demək, burada alınan dovşanımız oldu boz rəngdə. İndi bu tərəfə baxaq. Böyük C, kiçik C, kiçik A, kiçik A. Böyük C ilə kiçik A yanaşı duranda dedik ki, qara rəngdə dovşanlar alındı. Sonra keçək bura. Deməli, kiçik C, böyük A, kiçik A. Deməli, kiçik C, böyük A isə oldu ağ rəngli. Bir də bura baxaq. Kiçik C, kiçik A, kiçik A isə yenə də ağ rəngli dovşanlar olmuş olacaq. Burada bizdən nə istəyirdi? Deyirdi ki, nəslin neçə faizini qara ada dovşanları təşkil edir? Nəslin neçə faizini qara ada dovşanları təşkil edir? Bizdə neçə dənə nəsildə fərd alınıbdır? Baxaq. 1, 2, 3, 4. Yazıram. 4 100%dirsə, bizdən nəyi istəmişdi? Deyir, neçə faizini qara ada dovşanları təşkil edir? Qara da neçə dənə oldu? Baxaq. Qara bu 4-ündən bir dənəsi oldu. Bir də X olar. X bərabər olar buradan 25%.
faizi. Deməli, 42-də düzgün cavabımız olacaq Y variantı. 43-ə baxaq. İnsanın baş beyin yarımçər qabığının peyk hücrələrində maksimum neçə cinsiyyət xromosomu vardır? Deməli, biz bilirik ki, insanın baş beyin yarımçər qabığında 12-18 milyard neyron var və hər bir neyrona 10 dənə peyk hücrəsi düşür. İndi bizə maksimum dediyinə görə mən 18 milyardla götürəcəm. 18 milyard neyron varsa, deməli, peyk hücrəsi də bundan 10 dəfə çoxdur. Ona görə buraya yazıram 180 milyard demək ümumilikdə hüceyrə olar. Və bir dənə hüceyrədə neçə dənə cinsiyyət xromosomu olurdu? 2 dənə, onda 180 milyardda nə qədər olar? X qədər olar. X bərabərdir buradan 360 milyarda. Deməli, 43-də düzgün cavabımız olacaq D variantı. 44-də baxaq. Deyir, genlərin qarşılıqlı təsiri epistaz zamanı iki diheterozigot ada dovşanlarının çarpazlaşması zamanı neçə fenotip, neçə genotip alınır? Deməli, əzizlərim, bunları biz əzbər yadımızda saxlamalıyıq. Ona görə də deməli, bilməliyik ki, epistazda fenotip sayı həmişə 3-dür. 3 necə yazılırdı? Deməli, fenotip sayı epistazda 3, genotip sayı isə heç vaxt dəyişmirdi. 9 idi. Yəni 4-ün 4 dənə 2-yə, 4 dənə isə 1-ə nisbətində olurdu. Fenotip isə necə yazırdıq? 9, 3, bir də 4. Boz, qara və ağ rəngli dovşanlar yaranmış olurdu. 44-də düzgün cavabımız olacaq B variantı. 45-ə baxaq. Əlamətlərdən biri üzrə irsiyyətin aralıq xarakteri müşahidə olunduğu halda hər iki əlamətə görə heterozigot olan fərdlərin dihibrid çarpazlaşması nəticəsində hibridlərdə neçə fenotipik qrup alınır və genlər də ilişikli deyil. Deməli, bu bir əlamətə görə dihibrid çarpazlaşmada demişik ki, fenotip sayı 6-dır, amma genotip sayı heç vaxt dəyişmir, 9 olaraq da qalır. Ona görə 45-də düzgün cavabımız olacaq Y variantı. 46-ya baxaq. İkinci qan qrupuna görə homozigot qadınla birinci qan qrupuna malik kişinin nikahından anadan olan 4 uşağın neçəsi qan qruplarına görə ananın fenotipinə və neçəsi ananın genotipinə malik olacaq. Demək, ikinci qan qrupuna malik homozigot qadın. İkinci qan qrupuna malik homozigot qadındır və bu birinci qan qrupuna malik kişi ilə ailə qrupudur. Birinci qan qrupu da 0-0 formasındaydı. Bu bizə bir dənə A qameti, bu da bir dənə 0 qameti birləşəndə A0 yarandı. Deməli, ananın fenotipinə uygunu bir dənə oldu. İkinci qan qrupu. Baxın, 2, 2. Hər ikisi ikinci qan qrupudur. Fenotip olaraq elədir. Ananın genotipinə malik olan isə olmayacaq. Ona görə də, indi baxaq burada hansı variantımız uyğun gələcək. Deməli, indi baxın, belə deyim sizə. Burada qametləri belə eləsəm, bundan hər birini birləşdirsəm bir-biri ilə, ardıcıllıqla 4 dənə A0 yazmalıyam. Yəni 4 dənəsi, ananın fenotipinə uyğun qan qrupudur, yəni ikinci qan qrupudur. Amma ananın genotipinə uyğun qan qrupu yoxdur. Görürsünüz, hamısı A0 olacaq. Yəni AA olanı yoxdur. Ona görə 46-da düzgün cavabımız olacaq A variantı. 47-yə baxaq. Deyir, şimpanzenin somatik hüceyrəsinin nüvəsində autosom xromosomlarının sayı 46-dır. Bu orqanizmin yetişmiş yumurta hüceyrəsinin xromosom dəsti neçədir? Deməli, autosom somatik hüceyrəsində, yəni 2 eni bərabərdir 46 üstə gələk autosom deyibdir. Buna diqqət eləməliyik. Autosom xromosomu 46, 2 dənə də bilirik ki, cinsiyyət hüceyrəsi olur. Ona görə buraya yazım 48 yadımda qalsın. İndi bizə nə deyir? Deyir ki, bu orqanizmin yetişmiş yumurta hüceyrəsinin xromosom dəsti. Yumurta hüceyrəsi necə olacaq? Yəni n bərabərdir 23 üstə gələk x. Bilirik ki, yumurta hüceyrədə xromosom dəsti necə idi? X, x. Ona görə də burada təkcə 23 üstə gələk x-i veriblər. Ona görə də onu götürürük. Y variantı. 48-ə baxaq. İlanın somatik hüceyrəsinin nüvəsində autosom xromosomların sayı 12-dir. İlanın, deməli, somatik hüceyrəsinin nüvəsində autosom xromosomun sayı 12-dirsə, onda neçə dənə cinsi var? 2 dənə də cinsi var. Bu orqanizmin yetişmiş yumurta hüceyrəsinin xromosom dəsti necədir? Baxın, burada n bərabərdir nəyə? 6 üstə gələk x və yaxud da ki, n bərabərdir 6 üstə gələk y. Niyə burada mən x və y yazdım? Çünki biz bilirik ki, sürünənlərdə, quşlarda dişilərin xromosom dəsti, yəni cinsiyyət xromosomları X, Y-dir. Heterogametlik var bunlarda. Ona görə də mən bunları ayrı-ayrılıqda 6 üstə gələ X və 6 üstə gələ Y formasında yazdım. Ona uyğun D variantı olacaq. Sonra nə deyir? Deyir, çarpazlaşması demək, çarpazlaşma veribdir. Böyük ya kiçiyə, böyük B, kiçik B-ni çarpazlaşdırıbdır zamanı. Dişi orqanizmin AB erkək orqanizmin isə kiçik B tipli qametləri yaşama qabiliyyətini itirərsə, nəsildə genotipə görə parçalanma hansı nisbətdə gözlənilir?
Mən deməli bu tapşırıqda olan deməli fərdləri bir-biri ilə çarpazlaşdırdım və Pennet cədvəlini qurdum ki, vaxtımız getməsin. Deməli bizə burada nə deyir? Deyir ki, çarpazlaşma zamanı dişi orqanizmin AB qameti öldü. Baxın, bu tərəfdən qoyduqlarım bunlar dişidir, bunlar isə erkəkdir. İndi bizə deyir ki, dişinin deməli AB tipli, yəni böyük A, böyük B tipli qameti yoxdur, ölüb. Orqanizm ümumiyyətlə yaşama qabiliyyətini itirib. Ona görə də baxın, dişinin bu AB hissəsini xəttlədim. Və bu AB ilə bağlı olan nə ki yerlər var, onların hamısını X deyirəm. Çünki bu AB ölübdürsə, bu bununla heç vaxt birləşib nəsə əmələ gətirə bilməz, yarada bilməz yeni bir fərd. Ona görə də bu hissəsini sildim. Sonra